Yağış yağacaq, qar yağacaq. Sabahın havası açıqlandı. Gündəm xəbərin efirində 24 dekabr tarixi və dekabrın 25-nə olan günün hava haqqında məlumatını Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Səhər bəzi yerlərə çiskinli yağış yağacağı, axşam isə yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu isə gecə 3-6 dərəcə, gündüz isə 6-9 dərəcə isti olacağı proqnozlaşdırılır. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şərq rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə isə arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 7-11 dərəcə isti olacaq. Dağlarda isə gecə 2-7 dərəcə şaxta, gündüz isə 0-5 dərəcə isti olacağı proqnozlaşdırılır.